torpaq üzrə getmək o demək deyil ki, sən orada döyüşmə. Orada müsəlmanların yeridir. Orada məsciddə, oranın tarixi var. Düzdür, Ermənistan da müsəlmanların torpağıdır, idi. Yavaş-yavaş götürüblər. Bizə vacibdir oranı götürmək. Vacibdir. Lakin cihad, necə ki, məsələn, Şeyx Albani elə o vaxt idi ki, fardul eyndir, Fələstində cihad, fardul eyndir hər bir müsəlmana. Bu demək deyil ki, fardul eyn sən gedginə. Məsələn, namaz fardul eyndir. Lakin elə vaxtlar var, namaz, o saat namaz, həmişə namaz qılırsan. Ya namazın vaxtı var, şərtləri var. Elə vaxt var ki, namaz qılmaq olmaz, haramdır. Qardaşlar fardul eyni başa düşməyiblər. Bizə də fardul eyndir. Lakin döyüş olsa, bizə vacib orada döyüşmək. Lakin döyüş qaydananda olsa, hakim olsa, hakim əgər əmir versə, belə deyil, məsələn, mən 5 nəfər yığım, gedək döyüşməyə. Bir səbəb olarına gətirirlər olmuş. Deyirlər ki, biz orada deyib döyüşüb alacaq, orada deyib kimsə deyib barzat vuracaq. Yəni keçirlər bunu. Sən o birisi yerlərdə də belədir. O birisi yerlərdə də belədir. Əgər o şübhədir, əgər biz hələn şübhənə, onda biz bütün torpaqları verəcəyik, müsəlmanlar. Onda heç yana döyüşməyək. Onda mən heç yana döyüşməyəcəm, ehtimal var ki, İraqda nə bilir, birdən alınmasa mən döyüşüb öləcəm, birdən uduzacaq və ya 5 ildən sonra devirəcəklər, gəlib orada, necə Afqanistanda idi, yeni izad keçirirlər orada. Konkurs krasatı izad. İraqda vuruşmaq olar, Qarabağda yox. Hə. Burada ehtimalla danışır. Deyir ki, biri deyir ki, bacılarımızı belə eləyirlər saat orada. Yəni, sənə hissiyatdan oynayırlar, hissiyatdan fikir versən. Deyirəm ona, onu gəlib məndən soruşdum, ona Qarabağda şey deyil, bazı deyil. 16-17 yaşlı qızlar indi neçə yaşlardır, qulluq edirlər. Nə fərqi var İraqdakı Çiçənistandakı qızlarla bunların? Öyle sən əqidəyə görə bəlkə ki, oradakılar o qızlar kafirdir. Nə fərqi var? Bu bilirsən, hamısı səhv fikirlərin nəticəsidir, qardaşlar. İnsan öz torpağını sevməlidir, vətəni sevmək olar. Peyğəmbər sallallahu əleyhi ki, Mədinədə Məkkəni sevirdi. Bu, lakin həddi var da, şəriəti keçməmək. O şəriət qoyan qaydalar keçməmək.